Bir köşede yığılıp kalanlar, ayakta durmakta zorlananlar. Görüntüler Amerika Birleşik Devletleri'nin en zengin şehirlerinden biri olan Philadelphia'dan. Birçok değişik bölgede yapılan çekimlerde sokakların farklı yüzü ortaya çıktı. Çarpıcı kareleri yansıtan görüntüler sosyal medyada gündem oldu. Güvenlik açısından da sıkıntıların olduğu bölgelerde birçok kişi bu sokaklara girmekten korkuyor. Asayiş olayları da artmaya devam ediyor. Görüntülerde en dikkat çeken detaylarsa farklı tipte uyuşturucu madde kullananların halleri. Dünyadan habersiz dolaşan onlarca insan görüntülerde yer alıyor. Amerika Birleşik Devletleri'nde yaygınlaşan uyuşturucu madde kullanımından ölümler de her geçen gün artıyor. Aşırı doz kullanımından geçen yıl 93 bin kişi hayatını kaybetti. İstifadənin pis, belə deyək ki, bir tərəfi var ki, məndə məsəl üçün sol gözümün görmə qabiliyyətini itirmişəm. Onun gözündən nəsə görünür, vurub onun gözünü deşiblər, çıxardıblar bıçaqla. Valla bunun elə bir fəsadları olacaq ki, yəni mən üzr istəyirəm, yəni elə şeyləri dilimə gətirib demək istəmirəm. O hələ Azərbaycana yaxşı ki, gəlib çatmayıb. Yəni o Azərbaycana gəlib çatsa, lap bərbad bir vəziyyətə gəlib çatacaq. Narkotik istifadə edən şəxsi evləndirməklə müalicə eləmək olmur. Nabarot, yəni əksinə kimisə balasını alıb bədbaxt edirlər. Şəxsən mənim istifadə təcrübəmdə məni narkotik aparan mənim maraq hissi olub. 2008-ci ildə birinci səfər, 19 yaşım var idi, səhv eləməmsəm. Yüngül narkotik, marihuana deyilir də, yüngül narkotik istifadə elədim və bu mənim daxilimdə olan komplekslər, ümumiyyətlə asıllı insan kompleksli olur. Və narkotik onu müvəqqəti olaraq o komplekslərdən yalandan da olsa azad edir. Və bu mənim komplekslərdən azad elədiyinə görə oldu ki, xoşuma gəldi. Təəssüflər olsun ki, oldum narkotikə asılı və bu mənim 9 il həyatımda, yəni həyatımın 9 ilini aldı məndən, belə deyək. 9 il ərzində həyatımda çox şeylər baş verdi, yəni pisliyə doğru. Narkotik istifadə edən hələ elə bir insan mən tanımıram ki, və ya görməmişəm ki, onun həyatında hər bir şey yaxşı olsun. Yəni bu 4 sferadan olan bir xəstəlikdir və 4 sferanda bərbad bir vəziyyətə gətirir, çatdırır. Mənəviyyat, sosial, bioloji, psixoloji, hər bir tərəfdən insan bərbad bir vəziyyətə gəlir, çatdırır. Mən bugünkü gün istifadənin pis, belə deyək ki, bir tərəfi var ki, məndə məsəl üçün sol gözümün görmə qabiliyyətini itirmişəm. Düzdür, şükür Allah, bugünkü gün itirdiklərim hər bir şey bərpa olunub. Amma vaxt var idi ki, hamının içində sayılıb seçilirdim, amma cəmiyyətdən təcrid olunmuşdum. Evdə, qonşuda, dostda. Vaxt var idi, insanlar istəyirdi mənlə dostluq eləsin, ailələr istəyirdi, evladları dostluq eləsin. Elə bir zaman gəldi, çatdı ki, hamı öz evladını məndən qoruyurdu. Narkotik istifadə edən şəxsin ailə üçün, yəni bu ölümə bərabər bir şeydir. Şəxsən mənim ailəmdə elə bir ailədə dünyaya göz açmışam ki, atam həkim, ümumiyyətlə içkidir, narkotikdir, haramçılıqdır, belə şeylərdən uzaq olub bizim ailə. Amma elə vəziyyətə gəldi, çatdı ki, mən həmişə istifadə edən müddətdə, yəni qapını açıb evə girəndə elə bilirdim ki, evdə qara bir bulut var. Elə bir evdə bir əziz bir insan ölüb. Yəni ataya baxırdım, bir tərəfdə dərd eləyir, anaya baxırdım, bir tərəfdə dərd eləyir, qardaş da həmçinin kömək eləmək istəyirlər, kömək eləyə bilmirdilər. Və vaxt var idi ki, onlar mənə kömək eləmək istəyəndə mən istəmirdim, narkotik məni alladırdı. Sonra zaman gəldi, çatdı ki, mən başa düşdüm ki, mənim həyatım bərbad bir vəziyyətdədir, mən həyatımı dəyişməliyəm. Və Allaha çox şükür ki, elə oldu ki, həyatım dəyişildi 2016-cı ildə 9 il istifadədən sonra. Ümumiyyətlə, kimlər ki, deyir, bu bəladan çıxış yolu yoxdur, yalan söhbətdir. Yəni, şəxsən mən öz təcrübəmə baxıb deyirəm ki, mənim üçün yəni, ölümdən başqa hər bir şey çarə var. Narkotik istifadə edən mən olmuşam, 9 ildən sonra mənim həyatım birdən-birə dəyişdi. Əlbəttə, çətin oldu. Yəni, bu yol güzüllərin yoludur, asan da olmur bu iş. Bir narkotik istifadə edən əgər bundan qurtulmaq istəyirsə, bizim dildə dib deyirik biz ona ki, yəni lora dildə desək, o hər yerdən əli üzülməlidir. Bu adam başa düşməlidir ki, bu narkotik bunun həyatını dəyişdi, bərbad bir vəziyyətə gətirdi, çatdırdı. O da mənim həyatımda baş verdi. Mən baxırdım ailəmə,
uşaqlıq vaxtımı oturdum, analiz edirdim, gördüm ki, həyatım bərbad bir vəziyyətə gəldi, çatdı və yaşaya bilmirdim. Nə narkotiklə, nə narkotiksiz yaşaya bilmirdim. Həyatımı dəyişmək istəyirdim. Və bir dənə də bilirdim ki, mənə yəni bir dənə Allah kömək edə bilər də. Yəni bu başqa heç kim mənə kömək edə bilməz. 2016-cı ildə reabilitasiya təklif olundu. Reabilitasiyadan da qabaq müalicələr olunmuşdu, amma yəni bir müsbət nəticə əldə edə bilməmişdim. Çünki müalicə bütöv şəkildə keçmirdi. 2016-cı ildə reabilitasiya təklif olundu. Getdim Belarusiyada müalicə aldım və Belarusiyada müalicə aldığım müddətdə orada müalicə keçən, belə deyək də, bizim rəhbər, konsultant, bu işi bilən insanlar nə deyildisə onların hamısını birə-bir əməl elədim ki, nəticədə görə bilim. Və bugünkü gün artıq 6 il, 3 aydır ki, heç bir şey istifadə eləmirəm. Bilirsiniz, can şirin şeydir, həmişə deyirlər də. İnsan əgər canı ağrıyırsa, şəxsən mən istifadə elədiyim müddətdə fiziki asıllıq deyirlər də, normal adam olmaq üçün mən hansısa bir miqdarda narkotik istifadə eləməli idim ki, o normal insanların cərgəsinə qoşula bilim. Onu istifadə eləməyəndə mənim yanımda, yəni mən heç bir şeylə sevinə bilirdim. Yəni o yasa da gedəndə istifadə edirdim, toya da gedəndə istifadə edirdim. Yəni, normal insan kimi cəmiyyətə qoşulmaqdan ötürü mən narkotikdən istifadə eləməli idim. Bu insanın mənəviyyatını darmadağın edir. Yəni şükür Allaha ki, bugünkü gün onlar hamısı bərpa olunur və ayıq yaşamağı öyrənirik. Və bugünkü gün ayıq yaşamağı yəni bacarırıq, belə deyək. İndiki dövrün təhlükəsi əlbəttə mənim istifadə elədiyim müddətdə belə deyil idi. Yəni bizim vaxtımızda internetdə narkotik satılmırdı. Bu dərəcədə də yayılmamışdı. Yəni bu fərqli növlər var indi. Və indi yayılan narkotiklər də yəni o el arasında şüşə patı deyirlər, metamfetamin. Metamfetamin narkotik istifadə edən adam 5 ay ərzində, 5 ay padrat istifadə edən adam elə bir vəziyyətə gəlib çatır ki, o hər bir şey eləyə bilər. Şəxsən mən bu təcrübəmdə tanıdığım insanlar var ki, günahsız yerə ailə üzvünü öldürüb. Gözünə hansısa bir qarabasma gəlib, qallüsinasiya deyirlər də, narkotikin təsiri altında və günahsız yerə məsəl üçün öz ailə üzvünü öldürüb. Ayılandan sonra başa düşüb ki, bu narkotikin təsirində.